Uşaqlar, gəlin belə bir sualın izahına baxaq. Bizə deyir ki, gümüş bir sulfat, natrium sulfat və mis sulfatdan ibarət qarışıq verir. Və burada diqqət eləməli olduğunuz məqam nədir? Deyir ki, metalların ümumi kütlə payı 40%. 40%-in üzərinə belə bir işarə qoyaq. Və biz bilirik ki, buradakı, əgər metallarımız 40%-dirsə, bu zaman burada 3 dənə SO4 var axı. 1, 2, 3. 3 dənə SO4-ümüz bizdə. Onda neçə faiz olacaq uşaqlar? 60% olacaq. Kükürdümüz bizdə burada neçə qramdır? 96 qram. Elə deyilmi? Bəs oksigenimiz neçə qramdır? 64 vur 3, 64 vur 3-ümüz neçə eləyir uşaqlar? 192 qram. Sonra biz bunları ixtisar edəndə eləyəcək 1-in 2-yə nisbəti. Onda mən bura 1x və bura bir 2x şəklində yazsam, bərabər eləyərəm 60%. Onda x-imiz bərabərdir 20%. Yəni, əgər bir dənə x-imiz bu 20%dirsə, onda bura neçə faiz olacaq uşaqlar? 40% olacaq. Yəni, bu deməkdir ki, kükürdümüz deməli 20% olacaq, oksigenimiz isə 40% olacaq. Cavab olacaq 3-lə 6.